Salam, yeni bir video dərsliklə xoş gördüm sizləri. Dərslərimizə qaldığımız yerdən davam edirik. Bu günləri biz 1S-də kontragent qruplarının yaradılmasını öyrənəcəyik. Proqramımızı açırıq. Kontragent qruplarını və kontragentləri yaratmaq üçün yoldaşlar, qısa yolları çoxdur. Gördüyümüz bölmələrdən kontragentlər deyə belə bir qısa yollar var. Hər bir bölmədə olmasa da bir çoxunda var. Hansı ki, kontragentlərlə əlaqəsi, sıx əlaqəsi olan bölmələrdə qısa yolları verilib. Məsələn, bankda kontragentlər var, kassa bölməsində kontragentlər var, satın almada var, satışda var, ambar hissəsində yoxdur, istehsalat hissəsində var, əsas vəsaitlər hissəsində yoxdur və digər pəncərələrdə yoxdur. Yuxarıda müəssisə bölməsində də kontragentlər deyə belə bir qısa yol bölməsi var. Biz müəssisə bölməsindən kontragentlər deyirik. Fərqi yoxdur. Hər hansı bir yerdən etsəz də nəticə etibarilə eyni bölməyə gəlib, yəni çıxacaqsınız, eyni pəncərə açılacaq. Gördüyünüz kimi pəncərəmiz boşdur. Kontragent və kontragentlər bu pəncərədə yaradılır. Kontragentləri yaratmazdan əvvəl öncə kontragent qruplarını yaradaq. Bunu yaratmaqdan məqsəd gələcəkdə kontragentlərimiz çoxalan zaman qarışıqlıq düşməsin deyədir. Kontragentləri yaratmaq üçün əlavə et düyməsini sıxırıq. Kontragent qruplarını yaratmaq üçün onun yanında yerləşən qrup əlavə etmək deyə qovluq üzərində üstəgəl işarəsi olan düyməni sıxırıq. Qarşımıza belə bir pəncərə gəlir. Burada sadəcə kontragentinin adını yazırıq və OK düyməsini sıxırıq. Kontragentlərimiz faylımızdan vaxt almasın deyə kopya edirik. Alıcılar, OK deyirik. Daha sonra satıcılar, OK deyirik. Dövlət orqanları kontragent qrupumuzu yaradırıq. OK deyirik. İşçilər kontragent qrupumuzu yaradırıq. OK deyirik. Təsisçilər kontragent qrupumuzu yaradırıq. OK deyirik. Banklar kontragent qrupumuzu yaradırıq. Ən sonunda da digər kontragentlər deyə belə bir kontragent qrupumuzu yaradırıq. OK deyirik. Bəli yoldaşlar, kontragentlərimiz artıq hazırdır. Daha doğrusu kontragent qruplarımız hazırdır. Qrupları sıralamaq üçün kod bölməsində bir dəfə klik etsək, qruplarımız sıralanır. Baxın, ola bilər ki, sizdə bu kod hissəsi görsənməsin. Buradan da yaxınlaşdırdıqda kursoru bu işarə gəlməsin. Bunu aktiv etmək üçün gəlirik bu hissələrin hər hansı bir yerində sağ düyməni, mişqanın sağ düyməsini klikləyirik. Siyahının nizamlanması bölməsinə keçirik. Baxın, yuxarıdakı başlıqlar hamısı burada var.
Üzərinə vuranda baxın, bax, şəkil hissəsi dəyişməməkdir, kod hissəsi dəyişməkdir, adlandırma hissəsi dəyişməkdir. Hansı ki dəyişməyə icazə verir ölçünün dəyişilməsi. Onu dəyişə bilirik. Yəni gəlib buradan tutub sağa, sola, yəni idarə eləyə bilirik. Hansı ki, baxın, məsələn, kod hissəsinə gələk, buradan dəyişməmək deyək. OK deyək. Kod hissəsində dəyişmək qalıb, dəyişməmək deyirik, tətbiq et deyirik. Baxın, tətbiq et, daha sonra OK. Bu hissəyə gələndə, baxın, bu işarə gəlmir. Çünki kod hissəsinə icazə vermir dəyişməyə. Ola bilər ki, siz kontragenti yaradanda belə bir hal olar. O zaman gəlirsiniz sağ düymə, yenə də izah edirəm, siyahının nizamlanması deyirsiniz. Baxın, harda ki icazə vermir kod hissəsində. Bunu dəyişməklə əvəz eləyirik. Mütləq tətbiq etmək deyirik. OK deyirik. Ondan sonra gəlib rahatlıqla pəncərəni idarə edə bilərik. Kontragent qruplarımız artıq hazırdır. Növbəti video dərsliklərdə kontragentlərin özlərinin yaradılmasını, məsələn, alıcıların, satıcıların özlərinin yaradılmasını öyrənəcəyik. Bu dərsimiz bu qədər. Növbəti video dərsliklərdə görüşmək ümidi ilə videolarımızı bəyənməyi, kanalımıza abunə olmağı unutmayın. Hələlik salamat qalın.